Yalnız işe düzelmeye gelmişim, size mavin olacağım. Sənətiniz nədir? Mühəndissiniz? Yok, Texniksiz? yok. Bəs təhsiliniz nədir? Tamam, iptidai. Amma sırtıqlığınız tamamdır. Düzdür. Sırtığam. Bəri başdan sizə deyirəm ki, xasiyyətimə bələd olasınız. Axı biz sizinlə bir yerdə işləməli olacağıq. Buna siz əminsiz? Tamamilə. Bəlkə anketi mənə... Bəlkə qapını o tərəfdən bağlayasınız. Mən çıxa bilərəm. Amma lazımdır. Axı mən mərdim azaram. Yamanlıq eləyə bilərəm. Məsələn, deyərəm ki, siz məndən rüşvət istəmisiniz. Lap əclafmışsınız. Ha, düzdür. Əclafam. Mən ki, bunu sizə özüm dedim. Bəs necə sübut eləyərsiniz ki, rüşvət istəmişəm, hə? Bəs siz necə sübut eləyərsiniz ki, rüşvət istəməmisiniz, hə? Belə. Hətta sulh buraxa bilərəm ki, siz rəisin yerinə göz tikmisiniz. Necə yəni? Necə yəni rəisin yerdə göz tikmişəm? Necə məcəsi yoxdur ki, əsas odur ki, söz gəzəcək arada. Ara qızışdıransın. Özüdür ki var, ara qızışdıranam, ara qarışdıranam, intriganam, anonim də yaza bilirəm, yazaram ki, siz əxlaq sarıdan o söz. Bula oldu. Hamı bilir ki, mən billur kimi saf və təmizəm, ərimi də sevirəm, hə? Bəlkə də, amma belə qəfil şayə sizi kollektiv arasında biabır edə bilər. Bəs necə sübut eləyə bilərsiniz ki, mən o sözüm? Prinsip hər şeydə eynidir. Toxuma torpağa görəcək. Sözü bırax, inanan tapılar. İllah da əxlaq məsələsi olay. Kollektivdə pıçı-pıçı gəzəcək, iclasa qoyacaqlar, müzakirələr başlanacaq. Maraqlıdır, hə? Yo, əlbəttə, sübut eləyə bilərsiniz ki, siz ərinizə sadiqsiz. Amma belə müzakirələrdən sonra əriniz sizi... Deyirsiniz ki, atar məni, hə? Hə? Vay, qəm eləməyin hər şey. Bəlkə heç məsələ iclaslıq olmadı, sizi elə belə işdən götürdülər. Nə səbəbə? Nə səbəbə? Nəyə görə, nəyə? Tutalım ki, ərimə xəyanət eləmişəm. Bunun işə dəxli yoxdur, heç yoxdur. Xeyr, dəxli var. Bugün ərinizə xəyanət eləmişsiniz. Sabahsa işinizə xəyanət eləyə bilərsiniz. Ağıllı çıxış yolu budur. Ərizə yazıb öz xoşunuzla gedin. Başqa məsləhət